Teman hakkında biraz söz geçtirək. Adı bilən həmmələr, əssalamualeykum. İnşallah salamat olursanızlar. Yayınlardan da xoş bulduq. Karavito Dərsxanası Instagram səhifəsini takip edən xeyirdaşlarımız bildi. Bizim hər 3 həftədə bir ötküz olan oxuşlar yürüyüş sessiyalarımız var. Allah razı olsun, aşağıdaki səbdaşlarımdan həmisi müşahid turladı. Bunlar mənfəətlik söhbətlərini deyib gəldik. Əmdi, temam qayıtıb gəlsəm, bana ötən yıl növbət gələn vaxtlar mən zəhərli çəkimlik haqqında tazı izni vatqan, biz 5 kişilik bir qrupdur. Ulanın bir şeydə, həm onların Allah razı olsun, birlikdə izni vatqan, muşun taşlaşqa bəlbalılan kişilərdən ayrım söhbətlərini edib verib, onların yardım qılmaqçı vatqan vaxtlarımızdır. Şu an mən bu temini tanıdım. Bunu izləyən şey şunu his qıldım ki, Xitayın 97-ci ildə Quca qətliamından keyin öldürüsünü baş götürüb, müstəqil oluş arzusunu heç yoxlanmaydıqan, bu qəhrəman millətinin yaşlarının qəlbidəki şu yalğıncaq turğan vətən işğini, zəhərli çəkimlikdən ibarət bu qural bilən paylaş qilishqa, nemişqə urulğanlığını texnik çonqur his qilishqa başladım. Temanın özü gəlsəm, hazır mı şu? Bu iş 97-ci tuxtar qanunu yox. 97-ci ilin kilo, dəl bugün günümüzdə, yəni qaydınızda bu koloni çəpərinin sırtıdaki yaşları uzatmaqda. Bunun ciddiyini biz his qılıb tuxmu deyəndə, bugünkü temanın qaydının ətkisindən səbəbi şu. Biz toleksiyası ötküzgən vaxtda normalde toleksiyarımız qatlaşılan kişinin sani 60 yoki 70. Lakin o vaxtki temama qatlaşan kişi aranç 20 nəticə. Demək, bizdeki bu xalqınınki fərqində, bu xalqınınki qançilik mühim işgənligini və ətrafımız qançilik ayrılıb şüvatmanlığının texi mühimliğini his qıyqanmıdıq deyək. Şonlaşdıran bu temini bugün yenə qaydadan deyib gəldim. Ona olsa mən leksiyərimlə başlap gedək. Bugünkü leksiyəmdə asas üç məzmun sözündür. Birincisi, zəhərli çəkimliklə və onların təsiri, ikincisi, xumarlıqda işləyən zadı nimə, qandaq kişilərə zəhərli çəkimlik xumarlıq fazlayımız, zəhərli çəkimlik çəkişlərə qandaq muamilə qılışımız gerək. Muşu üç həftədə asası toxluq leksiyərim davamlaşdırmaq. Ona olsa birinci bu başlap gedək. Aval günümüzdeki, Muşu Türkiyə cəmiyyətindəki daim bizi köpüştürəydığan zəhərli çəkimliklərinin ismini Türkçe yazdım. Bəlkə neymiş Türkçe yazanı da boyaq qoyacağım ki, Türkiyə cəmiyyəti yaşayatqan bir uyğun buluş tüpümüz bilən bu xərqinin fərqini veriş üçün bunların sınırlı çoxum aşina buluşumuz gerek. Bunları bilmək durub nurgun xərqlərinin aldığını ağıl olmaydı. En başta isimini bilişdən başlaydı. Birincisi əsrar. Əsrar uyğulçudaki neşə. Kəndi rodunun yazılan bu zəhərli çəkimlik, əsrarın çəkişini taşlanan vaxtda oturuğa çıxan alamətlər, başqa zəhərli çəkimlər taşlanan vaxtda oturuğa çıxan zəhərli alamətlərdir. Biraz tüvən dolarlığı üçün, çoğunlaşqa Türkiyə xalqının köpəkçisi də əsrar deyən xumaqımaydı. Bu deyən ot dünyasalanan nəsə, bunun yorğun toluqsuzluqdura və toluq oturuq oluşu bu xata qarajdan qurban olub getməkdə. Əməliyyətdə əsrar baş xumar qılıqan maddaların köpəkçisi və bəkirək xətərlik. Nemişqa deyən vaxtda, zəhərlik çəkimlik çəkicilərdən paranlaşqan vaxtda həmmisinin digide köpəkçisi %80-90% tuncu bulub muşu maddadan başlanğanlığını deyil. Mən tuncu bulub əsrar çəkkətlərini deyil. Demək, zəhərlik çəkimlik çəkicilərinin tuncu basqan qədimi bu başqa zəhərlik çəkimliklərə ötüşkə kövrüklük rol oynaydı. Çox bunun pançik mühimliğini səlqarmazlığımız gerək. Onun için əsrar başqa zəhərlik çəkimliklərin oturusunu kövrüklük rol oynaydı deyil. Bayan dəbür günümüzdə zəhərlik çəkimliklərin işidiki, ismini yazanların işidiki ən tüvən təbiqisi bu. Və odun yasalığı da qaraydı. Odun yasalığını qaramayı bu zəhərlik çəkimliklərin içində əməliyyətlər 421 xil ximivilik maddə var. Odun yasalığın deyəndən içində 421 xil ximivilik maddə var. Başqasınkini dəpolanmayımız. Onun başqa köynələri amigdala və hipokalamus oxşar insan bədənindəki ügünüş, his duyğu, onundakı əl tutuş qatarlıq, nurgun miyadakı mühim rayonlara bivasitə təsir buldu. Çəkənlərdə şizofren, yəni ruhi kisəllik bob qilish ihtimallığı çəkməyənlərə qaraganda 7 həssi yuqori. Ondan başqa öpkə raki və başqa rak kisəlliklərini kəltirib çıxırış ihtimallığı nəhayət yuqori. Əmdi ikincisi götürək,
sentetik kanabinoidler, onun içinde bonzai ve bonzai en damlıqı. İsimdə çıxıb duradı sentetik, yani bu ximiyevilik madde. İsimdə çıxıb duradı bu ximiyevilik birikimlərin yasalğan bir madde. Bunlar odun meğrol körnərlik zəxim verdi. Bunların köpsel şəkli Baxtayda və Hindistanda toz şəkli tapdığı bütün dünyada tarqaydı bu. Quyuq ximiyevilik maddelər boğanlıq üçün meğrol funksiyasını qatıq buzdu və psikoz, bu muroid keserliklərlə ait ileri derecesi bir keserlik. Muşunun oqayış ihtimallıqı bunu çəkişlərdən ait yuqur buldu və kişi özünü öldürülüşkən ait meyli buldu. Daim kaygoluş, depresyon, muş halətdə. Əsrarı qaramanda bədənimizki göstərgən əks təsiri 14 hədisi çox. Həm üçüncü kirləyli opiatlar. Opiatlar deyilimiz afyon, yəni əpiyon var bu, Uyğurcadakı əpiyon. Əpiyonlarınki bütün türəlmiş birikmələrinin həmisiga qısqartıb opiat deyimiz və bunun işte eroin, yəni xiroin, kodein, morfin, metadon və buprenorfinin subtekislərinin həmisi bunun işi qırılır. Bu maddeler yüksek miktarda işletilgen vaxtda nəfəs iliş, astılaş, bədən temperatürüsünə ait işlik tüvələr gidiş, yürək ritminin asılışı, kan tomur, kan disinə ait işlik tüvələr gedişi qatarlıq insan bədənini uyuşturduğun, qatdırduğun aşda alamətlər görüldü. Çoğu bu maddelerin yüksek miktarda işletilgen vaxtda çok qol doktorxan qapırılış gerek. Bəlkə köpünçanla ağlab baxan buluşulan kim xoroyun çekip qetib ölüb qapdı deyən gəplik. Muşdan təsiri şu əməliyyətdə. Bədəndən qatdırış xüsusiyyətliyə. Həm də ikiləyli tövdüncüsü kokain və taş. Kokain və taş, bunu deyişdə burun şundan götürüb gedək. Zəhərli çəkimliklər çox cəhətdən işkili bölündü. Birisi uyuşturucular, yəni uyuşturdulanlar, yəni birisi uyarıcı, yəni qıdıqlıqçılar. Kokain və taş, abaya qədər bölgən opiatlarının tam tədbiri qıdıqlıqçılar. Bunların işlətgəni qana bulduğu deyəndə yürək soxuş ritmini naib iştikləşdiriyordu, tezləşdiriyordu. Yuqarı qan besim, açıq tez giriş, başqalarına hücum qiliş, saldırgan buluş, burun qanaş və zedilmiş, öpkini zəxmləndiriş, migrengə oxşayışına ait qatıq baş ağrığı, mena qan tomurluğu tosuluş və menada qanaşqa bağlı paleş kisərlikləri qədər əqabdı, hətta ölümge qədər kötürüdür bu. Onun ki metafetamin tamamen xiviyelik maddələrin türücülgən bir zəhərli çəkimlik və yıqıntı zamanda ən xətərli zəhərli çəkimliklər adlanıb gəladıdır. Naib tez sürətli xumartıq qoydu bu maddə, acayip tez sürətdə. Bulubmu eğer dərəcədə roi kisərlik kəldirib çıxırdı. Reallıq bilən xiyali dünyanı insan fərq etməkdən dərəcəli kəpqaldı. Bunu biz Türkçə halüsinasyon nəpadlayımız. Qıdıqlıqçı maddelər başqa bulamı işlətgəndə, məqayanda böltük etkən kokain və taş qoxşaş əhvallar görüldü. Həm də ən axırqısı ekstazi. Ekstazi dediyimiz depresyon, xiyal görüş, uyqunu qalaymaqanlaşdırış, qulaq xumuldaş, pulqulu bir avazla anlayış, gözgə, ərxil nəsə, görünüş deyəndə müştah adamlarla buldu və tuyuqsuz bədən su miqdarına azlayıb geçişiğa ərgişib ölümge kadar əpbarıdı. Qaraydığan bu insanlar malum, sol tərəfkisi normal adamın menasının canlıq qalıdır. O tərəfkisi olsa ekstazi işkəndiyinki meno canlıq. Müşərrəlan ekstazininki adam menası canlıq hüceyrələrinki kançilik öldürülən, kançilik canlılıqlı təsir etdiğini bilərəyimiz. Həm də ötkiləri xumar boqqeliş, yəni türkçülükli bağımlılıq. Bu digən zadinilə. Mən inaqlarısını şübhədir yazdım. Ki, mən sizlərin bir yerə bölməsini dəb ötkidir. Bu cümləni oxulan vaxtında sizlərə ən təsir qılan nərsə zadinilə o. Kişinin bədən və ruhi sağlamlıqla ya ki, aid turmuşun təsir göstərdilər dərəcədə haraq ya ki, madda, yəni zəhərli şəkildə qolunuşu və onların qolunuşun özünün tarqalması bilən davam qılan ömür boyu sürgən bir kesərlik. Bu şeydə sizlərə təsir qılan bir söz ya ki, cümlə var mı? Mikrofonu ikisini açıyor, mamış bir də rəhbər sana. Özün tartanmasına. Hə, yaxşı. Malum aşağıdək təsir qılan. Mayəlik qaldı deməli. Doğru düşünürlər, əsə ayəqli kiliş gərəkdir. Əmri, təsəm, mən bu şiniyə izləşi başlayan vaxtda mənə pol qatqandı. Bu şününü oxudan pol var. Əgər bu ömür boyda sürdülan bir pisərlik olsa, biz bunu nimiş qıdavalayımız. Çünki ola vaxtımızın, zihninimizin nimiş bunu ısraf qılmızda qoyulağandır. Lakin bədəndən o, bəlkə anlayıqdan, bir şeydən anlayan oluşmalam ki, bunu ödünüb bağın ədəmə həyatımı şuna bilən. Tüqüdür, bu əmdə onşalmaydı, bunun ədəm olmaydı, rəydən gəpə bəkçik anlayımız. Məndə bir şoxun iliyə baati və bunu köygənlikin xuddi aşını təsdiqlavatqanda kes qıldım.
və əməliyyatı onda olmağanlığını bildim və bunu sizlərə şunçilik yox edətlərim var. Mən başta kesellik deyən başta neymiş var, bu ne kesellik deyiniz. Harap və tamamda zəhərli çəkimliklərin qolunuşusu ki, meğadır ki bu, meğadır. Və bunun da meğamızın münasibətli işki yer var. Birisi Kuşallıq və Keyib aldığan bir rayon. Yana birisi olsa, İzdəş və Tepiş buyruğunu verdiğən bir rayon. Dəstəli zəhərli çəkimlik çəkəndə birinci rayon, yəni Kuşallıq və Keyib aldığan rayon xizmət oldu. Və işgənsin ədəm huzur ağanda tesq oldu. Lakin qancıcıq kök işçi, pəqosu bunun muxtarıcı qayğan seri, o birinci rayon işləşdən toxtab, əmdi vəzifə ikinci rayon oturdu. Bu ikinci rayonda İzdəş və Tepiş buyruğu bəlgənlik üçün kişi Keyib almışsın mı, bunu işinə xalımısın mı, huzursuz bolsun mu, mənadı ki, o rayon İzdər, tab və çək iş digərlik üçün bu zəhərli çəkimlik çəkişkən məcbur oldu. Şunlaşqa biz xumarlılıqın içində əməliyyatda bir mena kesinliyi ilə adayımız. Hətta muzonun münasibətlik nurğun ilmi tədqiqatlar var. Xumarı taşlar quzğan bəkçıq rayonlar var. Bunun texniki ilıq açıqlaması yox, qeyrim qılışır. İzləyişi davamlaşatıdır. Menadakı məlum bölgələrə radiasyonluq bəzi nərsələrini veriş arqalıq şu rayonda yox qılıb durub, onunlakin xumarlıq qiliş kesərlikini aldığını alıdığan, yalnız xumarlıq qağanlarını şu xilalət davalaydıqanlar var. Lakin bu texnik tərəqi mandat qılıb muvaffəq qazandığı ilə qalan bir nərsə. Məsələn, də bu tükətgəm kəldi. Əmri ömür boyu deyən yer kiləgi, ömür boyu sürgən deyən yer kəlsək, bu insan biraz korkusuş mümkün. Amma şu oluşanmayı deyən gəbərməsin olaraq. Mən bunu nəhayəti bir şəkildə, tüvənləməzsə nəhayəti adli bir şəkildə sizlər düşündürüşdü başlayır. Məsələn, oydaydı, yuqarı qan versin, var kişilərin, nurğun kişilərin yuqarı qan versin, var oluş mümkün. Və diabet müşkü, bu hazır günümüzdəki normal şirkətgən bir kəsərliklərini oturayım. Yuqarı qan versin, var kişiyə doktor tuz içək deyildi, tuz işinə deyildi. Tuz işini geldiği ki bu adamın nemisi kan resmi normal haletdir bu. 5 yıl hoşunda davamlaştı ileri. Yukarı kan resmi vakisi 5 yıl tuz işletmedi. Şu an kan resmi daim normal turi. Lakin 5 yıl hoşunda işleyen ki bu adam hoca tüm hoşunda öteye bırakıp tuz yapmanın bulduğu deydi. Şu an 5 yıl tuz istimas kıldı ve hop yukarı kan resmi tekrar öyleydi diyenge. Xudu mənə hoşuna oxşar, bağlılıq pelişmi, yəni maddılağı xumarlıq pelişmi. Taşlarkəndən ki, çoxun taşı yetişkərək bir qeqdəmə nima buldu deyilən gətirib, bir qeqdəmə həmin nəsi buldu. Çünki sistemi bir qeqdəm buzluq oldu. Məğul olub bir qeqdəm kodluqaldı. Qaydıdan işkən vaxtda unudunu çox təsir deyər, unudun burunlu işkəndin köp miqdarda və köp zaman istimal qılış ehtimallığı var. Əmri, bağlılıq qiliş ömür boyu sürüşdür, bunun taşlaşdan aid təsli işimiz deyən bir səbəb. Çünki adam başlanan vaxtlarda, hər salı səbəblərdən başlanan buluş mümkün. Başlapı, bir qeydəm işdən olmaz, bir qeydəm xumalıq, qaməqə bu xumalıq versin cəryan dursa aləb işidir. O birinci qeydimdə bərgən deyil, mənadan birinci orunğa, birinci rayondakı bərgən Keyib və Kuşallığı bu adamın ikinci qeydəm qayıt qılışqa zorlaydı. Onun deyil İkinci qeydəm işbaqıdır, üçüncü qeydəm işbaqıdır. Mən bağımlanəskən, mən xumalıq qamadım, mən deyək bunu davamlaşdırsam burada gələydi. Qeydəm davamlaşdırman ki, mən xalısam taşıydı mən deydi. Onun deyək bir məzgil təyyən ki, özgürüşlərini isqılıb, mən taşışım gerək deydi. Və çoxun taşlayman deydi. Taşlayman əmdə bunu deyək ki, hiç işməyman deydi. Muşu dəlli halətdə aydındır. Qaçan ki, yeni bir qeydəm istimal qasa bu yeni növ səviyyəli mağlubu deyək. Şunlaşqa, əmdə bir qeydəm bir nəsib olmayı dərk yapıyor. Bir qeydəmға həmdə nəsib olur. Məyli üçüncü qeydəm iş olsun, məyli taşlapı qaydı iş olsun. Taşlayamaydan halət əkər qoydu əmdə. Sənə bir sual sorayım vaxt olsa, hazır sözlügəndir bir nisbətən. Xumar, buluş tamamen yaxşı bulub gedəmdir. Bunu sonrasına yeni bir sual sorayım. Kandisin kesilib tamamen yaxşı bulub gedəmdir. Cavabı neyim o? Yox. Çünki kandisin bulğanədən ömrünün ahırıqca kandisin kesilib teşbürüydü. Fəqət alamət kimi törsətməslik, üçgün kanaqollu, bəzi tuz, yəki doğra bu nəslərdən özünü tavsiyə yapdırdı.
kişi öz tuz yegan vaqtda qon besimi tekrar yuqurlaydi. Muşunga o'xshash xumor bo'lishmi tamamen yaxshilanmaydi, ammo tuziladi. Qanchalik vaqtda zararli chekimlik xumor bo'lib qolamiz degan savolga kelsak, xumor bo'lishning taraqqiyoti o'xshamaydi. Zararli chekimlikning turiga, saqliq nisbatiga, ya'ni tarkibiga, qo'llanish muddatiga, qo'llangan kishining kishilik xarakteriga qarata bu o'zgaradi. Shuning uchun qanchalik vaqt xumor bo'lib qoldi deydigan ish yo'q. Endi tuzilish jarayonini qarab boqaylik. Birinchi bu yoksulluk aşaması. Uyg'urchalashtirirsam buni kesish bosqichi. Ya'ni adam tashlashga niyat qilgandan keyin birinchi ayrilish bo'lgan vaqt. Bu vaqtda badan ichidagi zaharni teshib atadi. Shu bu vaqt nihoyat tez bir vaqt. Bu bir oy jarayonida bu ba'zi moddalarga qarata o'zgaradi. Men o'rtacha moddalar bo'yicha dedim buni. Birinchi oyda nima ish bo'ldi desam, hem ruhiy jihatdan hem jismoniy jihatdan qattiq qiynaldi. Ichki tilda bozorib normalde madak tegib kelsa, voy xapolmada o'tib ketganda bo'ynim tegdim deydigan ish bo'ldi. Kichik bir narsa, ya'ni u odamni saldırgan, hujum qilgan holatiga kelib qo'ydi. Undan keyin jismoniy bo'yicha, masalan, badan zaten zaharni ityotdi va miyadagi ikkinchi o'rin to'xtamay unga chek, ani tap, bu tap, chek degan nimani berib turganligi uchun bu vaqtda yağdan tashlash niyat qildim deb u narsaga yaqin bulaşmaydi. Bu vaqtda zaten beden miyinin kontrol ostida. Şu miyini bu bedenni ağrıtishga boshlaydi. So'ngaklar ağrıydı. Muskullar ağrıydı, ko'ngli shudu yandırdı, besh acayip ağrıydı. Şu bu bir oyni chiqarilish nihoyat muhim. Tunji tashlashga nisbatan. Endi birinchi va uchinchi oyga kelaylik. Birinchi va uchinchi oyning dastlabki tuzilish bosqichi deymiz. Sherin oy vaqti. Mana chiqib ketsa. Chunki bu 1-3 oy vaqtida bir oylik vaqtni nihoyat o'tkazayotganki, badandagi u narsalar biroz o'ngshilib, aslikilib, men o'xshayman. Demak, ichishga hech niyatim bordek emas deb o'zini o'ngshalgandek his qildi. Va bu bosqich nihoyat muhim. Chunki o'ngshaldim deb yana qaytib qolganlar bo'lib qoldi. Üçüncüsü gelsak uzun sozulgan tuzilish bosqichi 3 oydan oldigacha bo'lgan vaqt biz buni tam deymiz. Bak muhim bir bosqich bu. Chunki bu vaqtda birinchi oylarda bo'lgan narsa tekrar ko'rilishga boshlaydi. Anadan keyin inson nima qilishni bilmaydi. Deylik ki, oxirgi men 3 oy vaqtini tashlab o'tkazibdi, men qilishim kerak deb bir tarafdan o'z bilan mujodala qildi, kurash qildi, yana bir tarafdan 6-oydan keyingi vaqt yangidan hayot bosqichi inson shu 1-chi oydan boshlab 6-oygacha bo'lgan vaqtda amaliyotda keyingi hayot uchun yangidan bir shakllanma, ya'ni yangidan bir hayot qurib chiqish kerak. Bu bek muhim bir narsa. Uzoq bo'lsa sizlarga tuzib boqqan, tashlab boqqan odamlar bor bo'lsa, men bir mesela olarak 17 yıl xumor bo'lib qolgan, 17 yıl mush narsani chekkan odam Yücel Kur'an, balki olgan bo'lishi mumkin, nurg'un yerlarda so'zladi. Bu odam bilan bir ko'rishgan bo'lib, tashlabdi va hatto hozir bağımsız yaşam derneğinin ichida chekadiganlarga danishmon hoji bo'lib dars beryapti. Va men bağımsız yaşam derneğiga borgan vaqtimda uni deb beray. Aşağıdaki bir psikolog müdiri bu kişiden başka bütün işleydiganların hemmisi xumor bo'lgan. Burun xumor bo'lgan, ichgan, chekkan başka kişiler. Ve bular tuzalgandan keyin biz tatqanni boshqalarni tatiyotdi. Biz bu qadamni bir qadam oldimiz qilmoqdik. Biz tajribalarimizni ularga yakunlaylik. Mushu xizmatli ömrimizni oxirigacha davomlashtiraylik deb qolgan zaharli chekuvchilarga yordam qo'yibdi. Bu meni ajoyib ta'sirlantirdi. Demak, çekip kendini taşlar, bu keselden tüzülüp çıkan nurg'un kişiler var. Ve hatta Yücel Kur'an'ın Beynimdeki Düşman degan bir kitabı var. O'qishni tavsiya qilaman. U ajoyib chiqib o'zim eshitib o'tganlarni qaytadan nima qilib chiqdim. Ammo bu yerda tez o'tib ketay. Endi zararli chekim qo'llashga boshlashning sabablari, qiziqish, do'stlarning tashabbusi va zo'riy havas qilish bular asosli ergenlik vaqti, balog'at ish vaqtida bo'ldi. Bo'libmi to'liqsiz va to'liq maktablarda şahsi mesele, ailevi mesele. Bu mu şu vaqtda, çünkü o vaqtda insanın qimmat qilish nimalarga yakunda bo'lgan. Chiqroq davatda her yosh grubi bo'lib bo'laydi buni. Ondan keyin ko'ngil ish xarakterda kamsi boshqalar degan qo'shib qo'yay. Masalan, biz bilan paralashgan vaqtimda bunday bir hikoya oldim. Iqtisod sharoiti yaxshi dostları bor bo'lgan kishi, masalan, o'zi xumor bo'lib qoldi. Atrofida iqtisodiy yaxshi bo'lgan dostlari bor.
aşağıdaki zəhərli çəkimliklə təminləb verişini kabalətli yıqılış üçün ana şunda iqtisadi yaşlı kişilərin xumarı qılmaq. Məsələn, ziyankeşlik, öz xalımızı maşında ziyankeşliklərlə uçraydığanlar var. Ondan sonra bu dalamlaşdıran kimlər zəhərli çəkimlik xumarı qiliş mümkün. Bu bəh mühim sual, əmniyyədə bugün sözləyilən asas nəsə müşti. Sizlər kimlər zəhərli çəkimliklə xumarı qiliş mümkün? Yaşlar, başqa? İradəsiz kişilər, başqa? Mən cevabı deyim. Oyunu baxsaq bulur. Hər qandaq bir kişi zəhərli çəkimlik xumarlıq qiliş ehtimallığı var. Dinimdək bu birincisi minə kesilir. Siz xalımay durub başqalarının ziyankeşliği uçuraq edib durub bu kisəli xumarlıq qiliş ehtimallıqınız var mı? Var. Mandaq deyikliği çoğlar. Burun məhəll atlab gəz hazır bu soğuk atlab kildulər. Hiç kim çoğun söməsi gerek. Mən ərdiyimi bol, mən kim kapalət tıqlalaydım. Dinimizdə maşındaq məsələn. Şuna oxşayış xumarlıq qiliş bir minə kesir ki, biz xalımızaq minimiz zəhərli çəkimlikni xalaydı. Amma mühimin tüncü qədəmini basmalısıq və tüncü qədəmini basması üçün özümüzün mənəviyyətini bəlkə gücləndirişimiz gerek. Bunu birisi dini cəhətdən, yəni birisi milli cəhətdən bu iki nərsini tərzəndəyi sandırışqa bəlkə diqqət qılışımız gerek. Bu nərsidə Xitayının ilə həm kolu bağlı olanlıqını çoxun bulağa bildirişimiz gerek. Ən mühim deyilən yeni bir nərsəm, zəhərli çəkimlik xumarlıq qalğan edəmlə hər qandaq ədəmləriydik, biz ular qandaq pozisiya tutatqandımız. Bu bək mühim bir nərsə. Zəhərli çəkimlik xiləyli, ən mühim nərsə birisi, 3 minutqıça artırlaşdırma, əmreydik. Mandal birisi oldu. Biz o bala yardım qılıb qıvatqan vaxtımızda namaz oxuşu başladı. İkinci bunlar teşiğe çıxışı başladı və camiyə qırıbdı. Camiyə qırıb burun ötən kişilərini, burun bildi yaxşı ötən, bu qılğan dostları camini görüb, oy bu gün nereden çıkandı? Sınav bir yerde işin olmaydı ya. Sizler şu doğru mu? Camiye Allah'ın oyun kırgen kişiye aşağıda kılış. Meyli o burun zəhərli çekimlik çəkən olsun ya çəkməyən olsun. Biz zəhərli çekimlikini çoxum yaman görmüş. Zəhərli çekimlik çəkisini çoxum yaman görmüş. Ama zəhərli çekimlik çəkişlər gələn vaxtıda biraz yaxşı görüş, nəfrətiniş arlıqda bəzi qızılsızlıqlara ulağa diqqət qılışımız gerek. Ana lakin bir yer bir tutulan nəsəm Nurettin Yıldız'ın Geminin Neresindesinizdə bir kitab var. Biz Geminin Nərdəri. Aşağıda kitabın ayet ölçüdəydi, mağabət təsir qılan bir nəsə. Biz həlimiz bir Geminin yolcularıyıq. Bu Geminin iki qəvətli Gemə, üstlük qəvətlər var, asılıq qəvət var. Üstlük qəvətdə su mənbəsi var, asılıq qəvətdə yox. Şunlaşqa asılıqlar özünün su ihtiyacını qamdaş üçün daim üstlük qəvətliklərə soraydı. Bir günləri tərgəndə üstlük qəvətdiki kişilər hemen vay canım bunlar bizim daim ağır, kiliyi verirken özür tapsıq olmamdı deysə, pəs kişilər olsa vay canım bunlar bir yerişinə xalmayırkən boldular, biz nereden tapsaq tapaylı deysə və birinci qəvətdiki keminin töşük asas təşqanda buldu. Kemə həm üstü, həm az qəvət bütünlər köküdü, qərıq buludu. Bizim üçün qoxşar. Əgər özümüzün üstülük qəvətkilərdə qarsaq, əgər özümüzün bir qədər başqalarına nisbətən başqalarına verilən su mənbərimiz var da qarsaq, çoxun qalğanlar yetəkləş məcburiyyətimiz var. Və şunun əsasən dinimiz İslamın məcburiyyəti və məsuliyyəti bilən aşnağı yarışan muamilə qilishini çoxun bilişimiz gerek. Adlıq saxlama deyən gəpəməz, əlbəttə saxlaş gerek. Çünki özümüzmü bəzi nərsəyə diqqət qılıb, özümüzdəki ətraflı xidmətlərini çoxun toluqlaşımız gerek. Lakin bununla qoşub, bəzi nərsələrə bulutmu bunda inçiki nərsəyə, ularının könlü bək nazır, rastlam. Ulağa bək diqqət qılış gerek. Hazır unuzlarsan bəkçıq gəb boxudur. İşarətlə bunu adlanlar üçün, ya ki insanlar üçün otlanan həmmanlar üçün adı mətüllərinin biri də səndən qışanlardakı aqini iadisi sanıldıranlar, yaqımızı bağlıranlardan muşda özgürüşlər boğatqan bolsa, biraz köz onlarını yolan etcanlar. Burun baxmağan, yıqında oturuşqan daim huzursuzluq. Aile ve dostluk münasebeti zayıfleşiş. Bu münasebetini naydı çın bağlap turuşumuz gerek. Bedenler ruhtaki normalsiz meseleler. Yalnız kiliş istiqnam yokuruluşu. Bolun balağa gidivatkan var yaşlarda. Kökbul hayırlaş. Hadiniz ya kökbul başlayan olsa ve yapamsa öyle durup bir nesel yokap gidivatkan olsa. Köp yağan sözleri anılır bayıqan vaxtlarda burunqu dostluğunun ornuna yeni sizler bilmeydiğen isimlerini konuşturvatkan vaxtda. Yani meyli gizbəs, hiç gəp yok, meyli gizbəs buluş, az qalan ağrış, baş ağrış, könül işiz, köpüqlaş, yakomsa uyuqsuzluq. Muşnun kadar bəzi işarətlər boğan vaxtda közümüzü yoğan içib sərdiq haqqımızaq bulmaydı.
Tavsiyeler kelsek, müşerriki bulup mu? Ben Uygur degen her kişi muşu etrafımız hayatının aldığını ilişkin zehirli çekimlik hakkında çoxum asasi bilgilerge, asasi bilimlerge sahip oluş gerek. Bu hemimizin məsuliyyəti. İkincisi, sezgörlük. Ata-ana doğucular çoxum sezgör oluşmaq gerek. Ballarının həmin nəsliyə ilgi boluşumuz gerek. Yalnız ulanı toğub çoğun qısılan bulmaydı. Bir kiyim tütün, qozuq toxboslu bulmaydı. Ulanın mənəviyyətin qançilik əhmiyyət verilmemiz. Ona diqqət qilishimiz gerek. Üçüncüsü, zəhərli çekimlik çəkicilərə, pozisiyaranlara diqqət qilishmək gerek. Dördüncüsü, eğer günlerinin birinde etrafına güneşten kişilerini bayıkan vaxtlarında yakın yorğunlar, öldükü biraz aşağı qalsa, yardım mərkəzləri var. Bağımsız yaşam dərniki bağa vaxtında mən bək təsirlənmişdim. Ulanın yardım qilish usulları, ulanın dini bilən niməni birləşdirib durub məniyyətini gücləndirişdirib, insanı həqiqətən bəkdə təsirləndirdi. Şonlaşqa tavsiyələrim bu üçüncülük köp rəhmət.